nümayişi Azərsel təqdim edir. Futsal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin birinci qrupunda Azərbaycan milli komandası bugün ilk oyununu keçirib. Qazaxıstan yığması ilə qarşılaşan millimiz 6-3 hesablı qələbə qazanıb. Oyun başa çatdıqdan sonra təşkil olunmuş mətbuat konfransında millimizin baş məşqçisi Jose Alessio da Silva və Qazaxıstan yığmasının baş məşqçisi Amirjan Mukanov fikirlərini bildirib. Vaxtilə Qazaxıstanda işlədiyimdən rəqibin güclü olduğunu bilirdim. Komanda gənc futbolçulardan qurulub. Doğma meydanda oynadığımızdan üstünlük bizim tərəfimizdə idi. Qol buraxmağımız yaxşı olmadı. İspaniya yığması ilə oyunda bu amil əleyhimizə işləyə bilər. Azərbaycan millisi güclü rəqibdir. Standart vəziyyətlərin, xüsusilə də künc zərbələrinin yerinə yetirilməsi üsulları üzərində yaxşı çalışıblar. Qolları da bu imkanlardan istifadə edib vurdular.